Zalım adamın nağılı. Biri var idi, biri yox idi. İçəri şəhərdə yaşayan bir adam var idi. Onu hamıdan fərqləndirən qəddarlığı və zalımlığı idi. Kifayət qədər var dövləti olsa da, onun heç insafı yox idi. O içəri şəhərin sakinlərinə çox əziyyət verirdi. Həmin adamın dünyalar gözəli bir qızı var idi. Amma qız ilə heç maraqlanmır və çox vaxt onu acılayırdı. O özünü bu qədim şəhərin, içəri şəhərin tək sahibi bilir və heç nədən qorxmurdu. Bu adam hər gün yerli sakinlərə qarşı fərmanlar imzalayıb onları cəzalandırırdı. Heç kimə rəhm eləmirdi. Günlərin bir günü onun qızı içəri şəhərin küçələrində gəzərkən bir oğlana rast gəlir və ona aşiq olur. Aradan bir müddət keçir. Qız qərar verir ki, öz hissləri haqda atasına deyəcək. Amma atası bu xəbəri çox qəzəblə qarşılayır. Atasının axırıncı sözü "Mən hər yoldan keçənə qız verən deyiləm" olur. Qız bu qəti cavabdan çox məyus olur. Elə həmin gün gedib oğlana atasının bu sərt cavabını deyir. Oğlan bir söz demədən çıxıb gedir. Qız bu olanlara çox kədərlənir. O öz otağında bağlanıb günlərlə ağlayır. Atası isə bir dəfə də olsun qızından niyə ağladığını soruşmur. Onu heç vecinə də almır. Aradan bir müddət keçir. Qız evdən getməyə qərar verir. Özü ilə heç bir əşya götürmədən gedir. Çünki o özünü dənizə atmaq istəyir. Bir qədər vaxt keçdikdən sonra köməkçilərdən biri təşviş içində atasının yanına gəlir. "Qızınız özünü qaladan dənizə atmaq istəyir" deyir. Atası özünü qalaya çatdırır və qızından özünü atmamasını xahiş edir. O çox peşman olduğunu söyləyir və daha heç bir qəddarlıq etməyəcəyinə söz verir. Qız atasının bu sözlərini eşidib geri qayıdır. Bundan sonra içəri şəhər əhalisi əvvəl nifrət elədikləri adamı sevməyə başlayır. Çünki o, insanların rəğbətini qazanaraq firavan həyat sürməyə başlayır.